3-cü Şuşa Qlobal Media Forumunda süni intellektin artan rolunu və ictimai inkişafdakı təsirlərinə toxunan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bildirib ki, ölkəmizdə IT texnologiyalarının inkişafı dövlətin önəm verdiyi prioritetlərdən biridir. Bölgə TV xəbər verir ki, bunu bugün Bakıda keçirilən agentliyinin təşkilatçılığı ilə keçirilən rəqəmsal transformasiya və media mövzusunda 2-ci Azərbaycan-Özbəkistan Media Forumunun açılış mərasimində Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmailov deyib. O qeyd edib ki, Azərbaycanın bu istiqamətdə aparıcı beynəlxalq şirkətlərlə təmasları mövcuddur. Süni intellektin yayılması kifayət qədər sürətlə gedir və heç şübhəsiz ki, ondan istifadə edən şəxslərin sayı da çoxalacaq. Cənab Prezidentin vurğuladığı kimi, Azərbaycan bütün yeni texnologiyalara açıq ölkədir. Əsas odur ki, süni intellekt biz bildiyimiz kriteriyalardan, meyarlardan uzaqlaşdırmasın. Hesab edirik ki, süni intellektin tətbiqindən irəli gələn məsələlər ətrafında biz ciddi düşünməli, istər Özbəkistan, istərsə də Azərbaycan mediasının təcrübəsini əsas götürərək bu istiqamətdə səylərimizi birləşdirməli, birgə fəaliyyətimizin effektiv mexanizmini yaratmalıyıq deyə Əhməd İsmailov bildirib. Rəna Rövşənqızı, BTV.